Yolu boşaldı azarlısınız. Yolum ne boşaldı kesin. Eşk olsun. Ben yolu açsam yolu. Başa daim var olsun. Sağ olun. Ha. Ha. Canlıya mən çıxıram. Canlıya çıxırsan? Hə, mən canlıdayam. Burada. Üstündə 2 dəfə vuran kimi elə qoyuram. Bet eləmərsən. Hə, mən belə eləyəm. Süleyman. Cəmil bəy gəldi. Cəmil bəy gəldi. Gel benimle. Yavaş yavaş ilerleyip bu tarafa kabağa çekiyor. Sola, sola.
inşallah. O biri gördü, çekilim papağın saldaşı. Papağı gör. Arkadaki maskalı bizdikdir. Bence. Yaşasın cəbhəsilər ailə. Ne kadar saysan azalmır. Utanılası iş görürsünüz, üzünüzü niyə gizlədirsiniz? Qanuni iş görürsə, üzünüzü niyə gizlədib qaçırsınız? Sizdən gitmeyin. Bir dakika. Olsun yenilmez cumhuriyetçilere, ebedi respublikaçılara, Resulzade'nin iziyle gelenlere, yoluyla gidenlere, var olun aziz arkadaşlarım. Bundan qabaq dünyaya göz atmış Məhəmməd Əmin Rəsulzadə bəşəriyyətin ən mütərəqqi ideyalarını bizə 100 il öncədən yazmış, qoymuş, nümunəsi ilə göstərmiş bir şəxsiyyət. Rəsulzadənin həyatını oxumaq, yaradıcılığını oxumaq bəs edir ki, müasir dünyanı gözünlə görəsən və Rəsulzadənin dünyanı 100 il necə qabaqladığını görəsən. Belə bir şəxsiyyətin ölkəsində bugün 400'e yakın siyasi məhbus var. Belə bir şəxsiyyətin ölkəsində bugün insan hakları ayaq altındadır. Belə bir şəxsiyyətin ölkəsində, regionunda bugün insan hakları en qıt, en tapılmaz bir dərmana çevrilir. Ve insanlarımız azadlığın təşnəsi, insanlarımız demokratiyanın xəstəsinə çevrilir. Belə bir regionda bugün müharibələr, qovğalar,
qaçınmaz ixtişaşlar və biz Rəsulzadənin İran üçün, Azərbaycan üçün nələr yazdığını, nələr düşündüyünü oxuyub, bilib, o böyük şəxsiyyətin böyüklüyü qarşısında, əzəməti qarşısında bir daha baş əyirik. Nə yaxşı ki, sən bizim öndərimiz olursan deyirik. Eşq olsun Rəsulzadəyə bir daha. Şübhəsiz ki, Azərbaycan insanına hürriyyət günəşi doğacaq, mütləq doğacaq. Və o hürriyyət günəşinin doğmasında Rəsulzadənin yolu ilə gələnlər, izi ilə gələnlər. O bizlik deyil, o bizi çəkir. Qoraq deyildi. Bizlər iştirak edəcəyik və mütləq Azərbaycan üçün demokratiya günəşi doğacaq. O günəşin doğmasında biz iştirak edəcəyik. O günəşə doğru biz gedəcəyik. Və Rəsulzadə günəşi buludların bağlaya bilməyəcəyi bir günəşdir. Rəsulzadə günəşi qara xülyalıların örtə bilməyəcəyi bir günəşdir. Ona görə də bizim yolumuz aydın, fikrimiz, ideyamız aydın insanları və biz heç vaxt diktaturalara, avtoritarizmlərə, insan haqlarını boğanlara, insanlığı boğanlara tabi və təslim olmayacaq. Əziz dostlar, ilin günün bu vaxtı bu meydana gəlməklə, Rəsulzadəni yad eləməklə sizin hamınız bir göstərdiniz ki, Rəsulzadə ideyaları Azərbaycan insanı üçün nə qədər önəmlidir. Respublikaçılıq nə qədər Azərbaycan insanının qanına, canına hopub və bunu Azərbaycan insanının qanından, canından heç kim çıxarda bilməyəcək. Və zindanlardakı o 400'ə qədər siyasi məhbuslara buradan salam göndərərək Rəsulzadənin doğum günündə Azərbaycan tarixini həm yazan, həm yaradan və bu gündə bu tarixin qovqalı günlərini yaşayan Milli Şuranın sədri Profesör Cəmil Həsənliyə söz verirəm. Çox sağ olun. Değerli dostlar, bu ziyarət günündə, Böyük Rəsulzadənin doğum günündə hamınızı salamlayıram. Gerçəkdən Rəsulzadə xalqımızın, millətimizin ideya müəllifi olan, müstəqilliyimizin ideya müəllifi olan hürriyyətpərvər bir şəxsiyyət olubdur. Və Sovet hökuməti 70 il ona qarşı mübarizə apardı. Rəsulzadənin siyasi ömrü, mənəvi dirliyi ona qarşı mübarizə aparanlardan daha uzun oldu. 91-ci ildə Sovet imperiyası çökəndə millət yenə də Rəsulzadənin uzatdığı üç rəngli bayrağın altına sığındı. Niyə? Çünki milli həqiqətlər yolu Rəsulzadə müəyyən etmişdir, əsaslandırmışdır. Nəzəri cəhətlər ideya istiqamətini çevirmişdir. Rəsulzadə siyasətə mətbuatdan gəlmişdir. Mətbuat onun yalnız qələmini deyil, fikir və düşüncələrini də ilalanmışdır. Rəsulzadə inqilablar içərisindən 1905-ci illərin Rus inqilabı, İranda məşrutə inqilabı, elə həmin o dövrdə Türkiyədə gənc Türklər inqilabı Rəsulzadənin dünya görüşünün formalaşmasında böyük rol oynamışdır. Rəsulzadə Azərbaycana milli diriliş konsepsiyasını gətirmişdir. Bilirsiniz ki, Diriliş jurnalında onun silsilə olaraq 7 ardıcıl milli diriliş məqaləsi çıxmışdı və diriliklərin ən qiymətlisi milli dirilikdir deyə yazmışdır Rəsulzadə. Rəsulzadə Cümhuriyyətə gedən yolun ideya istiqamətini göstərmişdir. 1915-ci ilin oktyabr ayının ikisində Açıq Söz qəzetinin 1-ci nömrəsində atılan topların səsi millətləri ayırtmışdır. Başlanmış hərfdə dünyanın siyasi xəritəsi yenidən cızılacaqdır və ayıq olan millətlər bu dəyişikliklərdə öz yerini tapmalıdır. Doğrudan da belə oldu. Müharibə o
orada iştirak eden imperiyalardan en büyüğünü çökürttü. Rus imperiyası çöktü ve onun xarabalıkları üzerinde çoklu yeni milli devletler yarandı. Onlardan biri de Azerbaycan Cumhuriyeti'ydi. Ve her bu Cumhuriyet arasında Rusya Müslümanları ve Türkleri arasında bir ideya mücadelesi oldu. Medeni muhtariyetini yaxud da ki milli muhtariyetini ve birçokları medeni muhtariyeti yeterli hesab edirlər. Ama Resulzade Rusya Müslümanlarının birinci kurultayında ideya cəhətdən əsaslandırdı ki, halklar ayaklarının altında olan torpağın onlara məxsus olduğunu bilməlidirlər. Yani milli muhtariyet ideyasının bütün Rusya imperiyasında baş mimarı, müəyyən edicisi bilavasitə Resulzadeydi. Hatta 1922 ildə SSR yarananda Bolşevik rəhbərlər belə etiraf edirdilər ki, milli dövlət ideyası Cənubi Qafqazda xalqların həyatına o qədər dərindən daxil olmuşdu ki, ondan geri çəkilmək mümkün deyildi. Resulzade və onun dava, mübarizə silahdaşları Azərbaycan Xalq Cumhuriyyətini qurdular. Cumhuriyyətin dəyəri nədəydi? Millətin haqlarına əsaslanırdı. Cumhuriyyət yalnız Azərbaycan hadisəsiydi. Sizə maraqlı bir misal deyim. Həmin devirdə Azərbaycana Qafqaza göndərilən Britaniya missiyasının rəhbəri Londona vurduğu gizli telegramlarda yazırdılar ki, burada milletin hakkına dayanan elə bir cumhuriyet yaranıb ki, dünya müharibesinden sonra Avrupa'da yaranan yeni devletler için bir model olabilir. Değerli dostlar, biz bu ziyareti bugünleri bir farklı düzende qeyd ediriz. Bilirsiniz ki, bu abidə qoyulandan beri bunun müəllifi Cavanşir Bey çok sağ olsun ki, belə gözəl bir abidəni qoyub. Biz fərqli deməli düzəndə həmişə bura səyahətə gəlmişik, ziyarətə gəlmişik. Onların içərisində bu günləri bu ziyarətdə iştirak etməli olan, ona rəhbərlik etməli olan Xalq Cəbhəsinin sədri Əli Kərimli yoxdur, Milli Şuranın Koordinasiya Mərkəzinin Gültəkin Hacıbəyli yoxdur, Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunan Məmməd İbrahim yoxdur, Əli bəyə könüllü mühafizə təminatında iştirak edən, elə dünən məhkəməsində iştirak edilmiş Kənan Zeynalov, Baskal yoxdur, Novruz Ağayev yoxdur. Onlarla bu günləri həbsdə olan cəbhəçilər, demokratlar yoxdur. Həmişə bizim ziyarətlərimizi buradan işıqlandıran Abzas Mediyanın jurnalistləri yoxdur. Toplum TV'nin jurnalistləri yoxdur. Meydan TV'nin jurnalistləri yoxdur. Turan Agentliyinin, vaxtilə ölkənin ən qabaqcıl agentliyi olan Turan Agentliyinin jurnalistləri yoxdur. Ölkəmizdə azad sözə qarşı, azad mətbuata qarşı kütləvi bir represiya gedir və bu represiyalar dalğası baxmayaraq ki, bu represiyaların ilk günündən Cəbhə və Milli Şura onun hədəfindədir və ən azı mənim bildiyim qədər 10 il Əli Kərimlini həbs etmək istəyirlər. Nəhayət ötən ilin noyabrında buna nail oldular. Tamamilə mənasız bir ittihamla Gültəkin xanımı saxladılar. Çox qəribədir ki, bunun adını qoyurlar Ramiz Mehdiyev işi, amma Ramiz Mehdiyevə qarşı mübarizə aparanları tuturlar. Yani o adamları tuturlar ki, bütün siyasi fəaliyyətlərin devrində bu arada işi gücü Ramiz Mehdiyevə qarşı mübarizə aparmaq olur da. O Ramiz Mehdiyevin yanında olan, ətrafında fırlanan, ona qarşı yalnız yazılı mətbuatda deyil, video çıxışlarla belə öz xidmətini təklif edənlər qalıb bir kənarda. İndi güya
Xalq Cəbhəsi, onun rəhbəri Əli Kərimli, yaxud Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin xanım Hacıbəyli, Ramiz Mehdiyevlə əlbir olaraq Rusiyanın, necə deyərlər, arxasında durduğu bir devlət çevrilişi planının iştirakçısı olublar. Bu necə plandır ki, Əli Kərimli də, Xalq Cəbhəsi də, Milli Şura da, hətta bunların yaranma proqram və nizamnamələrində, bəyanatlarında Rusiyaya qarşı Rusiya asıllığından azad olmaq, Avropaya inteqrasiya olmaq proqram sənədlərində belə əksini tapmışdı və gəlib və indi deməli Rusiyanın himayəsi altında bir devlət çevrilişinə cəhd edirlər. Ümumiyyətlə bu devlət çevrilişi ideyası avtoritarların, diktatorların xəstəliyidir. Mən bilirsiniz, ixtisas etibarilə tarixçiyəm, müəyyənləşdirdik ki, Mirzəcəfər Bağırovun 20 illik hakimiyyəti devrində 16 dəfə devlət çevrilişi planı, proqramı, nə bilim belə süni bir oyun düzəldilibdir və 56-cı ildə məhkəmə prosesində bəyan oldu ki, bunların hamısı yalan, saxta, şişirdilmiş bir caddır. Ona görə də ümid eləyirik ki, Əli Kərimli bəy, Gültəkin xanım, Məmməd İbrahim Azərbaycan Xalq Cəbhəsindən həbs olunan, azad söz üstündə həbs olunan mətbuat nümayəndələri, demokratiya uğrunda mübarizə aparanlar mütləq azad olacaqdır. Rəsulzadənin sözü ilə desək, bir gün həqiqət parlayacaqdır. O həqiqət elə də uzaqda deyil. Rəsulzadə! Rəsulzadə! Azərbaycan Xalq Cəbhəsi hara? Rusiya hara? Əli Kərimli hara? Ramiz Mehdiyev hara? Əlbəttə bütün ölkə bilir, bu şəri düzüb qoşanlar da bilir ki, bu məsələlərin bizə uzaqdan, yaxından heç bir aidiyyatı yoxdur. Nə qədər aidiyyatı varsa o da özlərinədir. Bizə azadlığın aidiyyatı var, bizə demokratiyanın aidiyyatı var, bizə istiqlalın aidiyyatı var, rifahın aidiyyatı var. Bu işlərlə məşğul. Və mən sözü Azərbaycanın tanınmış şairəsi, Xalq Cəbhəsi sədrinin müavini Sadət Cahangirə verir. Dostlar, bugün elə bir şəxsiyyətin doğum günüdür ki, o öz həyatını sözün həqiqi mənasında öz xalqının və millətinin azadlığı uğruna fəda edib. Və mən düşündüm ki, bugün onun ruhunu şad edən yalnız azadlıq haqqında bir şey var. Azadlıq şeirini oxumağa qərar verdim. Bir dəniz sızlığı, bir sevdada yolculuq, bir an yelkən savaşı dalğalar boğansıda, alnını öpmək üçün də canlar fəda oldu. Nə gözlər yolda qaldı, nə həyatlar yarıda. Sən qanat çılgınlığı ruhuma yaranışdan, vulkanlar da oyatdı hər gün bizi uğruna. Ürəyim sənə doğru çırpınan simur kuşu, ey sevgili azadlı, ölünməz mi uğruna? Sən bayraq şairlərin ölməz misralarında min illər əzbər qalan kitabların başlıdır. Sən bir dava uğruna milyonları qaldıran böyük gülüşlərdəkin savaşlarda baş sözü. Sən qarlı gecələrdə ayıq bir süvarinin od yağan nəfəsindən çölün əriyən buzu, sən gözü mavisi bulut gərçinlərə, al şəhid qanlarından bayraq olan qırmızı. Sən dustaq gözlərində günəş qaranlıqlara, çağırış şüarları divar yazılarında, sən muxov yataqları, qıran bahar rüzgarı, ram olunmaz fırtına uçyan sularında, sən qanat çılgınlığı ruhuma yaranışdan, vulkanlar mı oyatdı hər gün bizi uğruna, ürəyim sənə doğru çırpınan simur kuşum, ey sevgili azadlı, ölünməz mi uğruna? Resulzade! 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 Resulzade!
Əziz cəbhədaşlar, əziz azadlıq sevərlər, Rəsulzadə sevənlər, uzaqdan gələnlər, yaxından qoşulanlar, var olun, ayaqlarınız ağrımasın. Bugün böyük öndərin ruhu şaddır. Bugün böyük öndər bizim mübarizəmizi görür, izləyir və bilir ki, mütləq həqiqət günəşi parlayacaq və Azərbaycan azad olacaq, Azərbaycan insanı hür olacaq, Azərbaycan insanı demokratiyaya qovuşacaq. Var olun, sağ olun Rəsulzadəni ziyarətə görə minnətdaram, çox sağ olun və tədbirimiz yekunlaşır.